insanda bu bacarıq var ki, öz vücudunun bir hissəsini gizlədə bilir. İnsan hətta özündən də öz xüsusiyyətlərini gizlədə bilir. İnsan bir həddə gəlir çatır ki, gizlətdiyi hissələri inkar da eləyə bilir. Əvvəl gizlədir, sonra deyir, məndə bu yoxdur, inkar eləyir. İnsan öz pisliklərini öz içində dəfn edə bilir, gizlədə bilir. Yaxşılıqlarını da. Məsələn, vücudunun yaxşı hissəsini ki, Allah onu ilahi fitrətlə yaratmışdı, gözəlliklə yaratmışdı, öz içində dəfn eləyən insana kafir deyilir. Kafir, yəni örtən, lüğətdə mənası budur. Bir şeyin üstünü örtənə kafir deyilir ərəb dilində. Və niyə görə Allahı danana kafir deyirlər? Çünki öz içində müsbət şeyləri gizlədir, ört-bastır eləyir, özündən də gizlədir, deyir, mən Allaha inanmıram. Hərçənd ki, bu inam onun içindədir, sadəcə özündən gizlədib onu, üstünü örtə bilib. Belə insanlar daim narahatdırlar. Çünki özünü inkar eləyib yaşayırlar. Özünü inkar eləyib yaşayan insan mütləq narahatdır. Heç vaxt aram yaşaya bilməz. Çünki öz varlığının bir hissəsini inkar eləyir, gizlədir. Amma dünən gecə nə haqda danışdıq? Dünən gecə pisliklərin gizlədilməsi haqqında danışdıq, yadınızdadırsa. Burada olanlar bilir, dinləyənlər bilir. Dedik ki, insan kamil olmaq istəyir deyə nöqsanlarını gizlədir. Hətta inkar eləyir. İnsan kamilliyə aşiqdir deyə nöqsandan qaçmaq üçün ondan azad olmaq əvəzinə qəribə bir şeydir. İnsan onu gizlədir və inkar eləyir. İnsanlar hörmətli olmaq istəyir. Hörmətli olmaq istəyir. İnsan üçün hörmət, izzət çox mühüm bir dəyərdir. Ona görə də insanlar pisliklərini başqalarından gizlədirlər. Bu bir həddə normaldır, hətta yaxşıdır. İnsan öz pisliyini başqasına açıb deməməlidir. Özünü hörmətdən salmamalıdır. Bu təbii bir haldır, normal bir haldır. Həya icazə verməməlidir insana ki, hər pisliyini açsın, dilinə gətirsin, danışsın. Əgər dindar olsa bu adam, din də buna icazə vermir. Din də deyir ki, demə pislikləri cəmaata. Oturub adam rahat şəkildə öz pisliklərini danışırsa, bu pis haldır. Bu xoşa gələn hal deyil. Ona görə də insanlar öz pisliklərini gizlədirlər və pislikləri gizlətmək, sırf pislikləri gizlətmək münafiqlik deyil, ikiyüzlülük deyil. Normal bir haldır. İnsan evinin, dünən çox misal çəkdim bundan, bir dənə də bugün misal çəkim ki, evinin tullantılarını gəlib qonağın qabağına qoymaz. Məntiqli deyil bu. Onları qonaqdan gizlətmək ədəb əlamətidir, adi bir etiket əlamətidir. Adam öz hörmətini, izzətini qorumalıdır. Amma bu məsələdə ifrata gedəndə olacaq münafiqlik. Cəmaatı aldatmaq üçün yaxşı görsənirsənsə, pislikləri gizlədirsənsə, bu artıq pisdir. Bu münafiqlikdir. Bəzən adam o qədər pisliklərini gizlədir ki, bunda olmayan yaxşılıqları da iddia eləməyə başlayır. Bu pisdir. Əvvəl pisliklərini gizlədir, sonra onda olmayan yaxşılıqlarına sahiblənməyə çalışır. Deyir, mən beləyəm, hərçənd ki, belə deyil. Bu yaxşılıq bunda yoxdur. Deyir, var. Bu ifratdır, bu gizlətməyin ifratıdır və münafiqlidir. Sənə dedilər, həyalı ol, abrılı ol, abrıvı qoru, hörmətivi qoru, amma da yalandan olmadığın kimi görsənmək demədilər. Səndə olmayan bir şey göstərəsən ki, güya bu məndə var, belə demədilər.
Sözün qısası, özünü gizlətmək bir bacarıqdır insanda. Bunu insan bacarır. Heyvanlarda bu bacarıq yoxdur. Amma bunun nəticəsində insan inkar həddinə gəlir, çatır. Təhlükəli haldır. Əvvəl gizlədir pisliklərini, sonra inkar eləməyə başlayır. Deyir, heç məndə bu yoxdur zaten. Ümumiyyətlə yoxdur məndə bu pisliklər. Bu çox təhlükəli haldır. İnsan pisliyini gizlədir, sonra başlayır inkar eləməyə. Bu çox təhlükəli bir vəziyyətdir, hər birimiz üçün. Və az, çox bizim hamımızda bu var, təəssüf ki. Diqqətlə baxsaz görərsiniz var. 90%imizdə bu var. Neyniyək belə vəziyyətə düşməmək üçün? İmam Hüseyin məclisləridir, fürsətdir və mən bu mövzulara toxunuram ki, təsirli olsun və bu bir çox bizim fərdi və ictimai problemlərimizi həll eləyər, bu məsələlərə biz əməl eləsək. İctimai və fərdi məsələlərə əlac eləyər. Neyniyək ki, biz pisliklərimizi inkar eləməyək? Neynəməliyik bunun üçün? Ən mühüm çarə deyim sizə, ən mühüm çarə istiğfardır. İstiğfar, üzrxahlıq, tövbə, daimi hal kimi. Tövbə bir dəfə olmur, deyir, tövbə eləyib filan. Tövbə hər gün üzrxahlıqdır, hər gün elədiyin səhvlərə görə. Gizlətmirsən cəmaatdan, lap yaxşı eləmirsən. Açma cəmaata eybləri. Gizlində də Allaha etiraf elə, tövbə elə, üzrxahlıq elə. Dünən mən nə dedim? Dedim ki, özümüzü qınayaq. Öz eyblərimizi bir vərəqə yazaq. Deyək, məndə bu eyblər var. Sonra düşünək, baxaq deyək, bax sən busan, özümüzə deyək. Mən buyam, bunlardan ibarətəm. Fəhum li ənfusihim muttəhimun. Möminlər haqqında Həzrət Əli buyurur, təqvalıların xüsusiyyəti. Buyurur ki, onlar özlərini ittiham edirlər. Yəni, özü öz gözündə müttəhimdir. Həmişə özünü ittiham eləyir. Mərhum Arif övliyalardan biri də Behçət, rəhmətullahi aleyh, deyirdi ki, hamımızın içimizdə bir şimir var. Hamımızın içimizdə var. Meydan verməyək, onu aradan aparaq. Amma biz deyirik, məndə yoxdur, şimir zat yoxdur. Amma o Arif deyir ki, hamımızın içində var. Həzrəti Əli əleyhissalam İbn-i Mülcəmə dedi ki, İbn-i Mülcəm onun qatilidir də bilirsiniz, Həzrəti Əlinin qatilidir. Dedi ki, hələ əvvəl, neçə il əvvəl, dedi ki, sən məni öldürəcəksən, mənim qatilim sənsən. Onda dostuydu Həzrəti Əlinin, yanındaydı, Yəməndən gəlmişdi, sevənlərdən sayılırdı. Dedi, ağa, mən özümü indi öldürərəm. Dedi ki, özü öldürmə, özü öldürmək günahdır, intihardır. Adam özünü öldürməz. Rüst dildə deyirdi, özümü öldürərəm, amma ürəkdən qəbul eləmirdi. Həzrət Əli buna söz deyir, bu ürəkdən qəbul eləmirdi. Kaş bir fikrə gedərdi ki, bu nə sözdür mənə deyirlər, sən İmamovun qatilisən. Dedi, mən gedirəm bu şəhərdən ki, bu iş mənim başıma gəlməsin. Həzrət Əli əleyhissalam dedi ki, hara gedirsən, deyə mənə. Sənə deyiblər ki, sən mənim qatilimsən, özünü düzəlt. Getməklə deyil, arasa, özünlə məşğul ol. Səhər karvan gedirdi Yəmənə, bu xəstələndi, gedənmədi. Həzrət Əli dedi, Yəməndə olmalıydın sən. Dedi, yox, qaldım xəstələndi. Dedi ki, sən qalacaqsan burada və məni öldürəcəksən. Qalacaqsan və məni qətlə yetirəcəksən. Axıra qədər qalacaqsan. Mən sənə yəni xəbər verirəm də, özünü düzəlt. Fürsət idi Həzrət Əlinin bunu deməyə. İndi birdən o özünü düzəltsəydi, Həzrət Əlini öldürməsəydi, Həzrət Əlinin sözü yalan çıxacaqdı, Həzrət Əli izah eləyəcəkdi. Necə olub Həzrət İsa bir xəbəri verib, sonra olmayıb, deyib ki, filan səbəbdən, sən filan işi gördün, hə, gizlində. Dedi, hə, deyir, ona görə Allah təqdirini dəyişdi. Özü gizlindəki işi deyib ki, o adam özü təsdiq eləsin. Hamı bilən işi desə, deyərlər ki, Peyğəmbər də deyir. Gizlində elədiyi bir işi deyib ki, sən öləcəydin, filan işi gördün, ona görə Allah ömrü uzatdı, təsdiqlənib. İbn-i Mülcəmə də Əli əleyhissalam fürsət verirdi ki, dəyişsin özünü. İçində olan o gizlin eyblərlə məşğul olsun.
Ağa gördü ki, bunun vəziyyəti təhlükəlidir, dedi buna ki, ən böyük kömək eləsin. Bu nəticə çıxartmaq əvəzinə inkar eləməyə başladı. İndi İmam Zaman qeybdədir. Bilmirəm, Allah eləməsin, gəlib birdən burada olsaydı, mənə Allah eləməsin deyər ki, sən bir gün mənə silah çəkəcəksən. Bilmirik, axı, potensial neçə nəfər belə adam var içimizdə. Özüm qarışıq deyirəm. Mən heç zaman cəmaata bədgüman deyiləm və inanmıram da bu məclisdə elə adam olsun. İnşallah ki, yoxdur. Amma bizə deyən yoxdur axı ki, sən gələcəkdə bunu eləyəcəksən. Amma içimizdə gələcəkdə pis iş görmək potensialı var, gizli eyiblərimiz var ki, gələcəkdə ona çevrilə bilər. Məsələ ciddidir, yəni. Məsələ çox ciddidir, mövzu çox ciddidir. Üzərindən keçiləsi məsələ deyil. Adam başqalarından öz eyblərini gizlətməlidir, amma özü eyblərinə baxmalıdır, qəbul eləməlidir. İnsanın öz eybinə baxması belə onu təmizləyir eybdən, pak eləyir. Bilirsiniz necədir? Adam baxır özünə, deyir, məndə paxıllıq var. Heç kəsə deməyə, özün özüvə. Amma mən paxıllı olmaq istəmirəm. Bəzən eybimizdən agah olmaq bəsdir. Eybimizdən xəbərdar olmaq bəsdir. Deyən ki, məndə təkəbbür var. Bunu dedin, məndə təkəbbür var və baxdın o təkəbbürə özündə. Bu, əlac eləyə bilər ki, o təkəbbür aradan geçsin. Bəzən zəhmət çəkib bunu da eləmirik, inkar eləyirik. Ay bala, niyə inkar eləyirsən? Bir deyən var da, bəlkə var, özünlə danışanda, Allahla danışanda. Bəzən baxmaq kifayətdir ki, təmizlənəsən. Ona görə deyir, hər gün özü hesaba çək. Leysə minna, bizdən deyil. Mən ləm yuhasib nəfsəhu fi kulli yevm. Hər gün özünü hesaba çəkməyən adam. Əhl-i beytin dostu gərək hər gün qəlb evini təmizləsin. Hər gün qəlb evini təmizləsin. Necə təmizləsin? Baxsın, görsün, içində nə pisliklər var. Hər gün. Baxsın, görsün, nə var. Baxmaq özü bəzən paklayır. Göz gəzdirirsən, desən, məndə təkəbbür var. Xəbərdar olduğun bəs eləyir bəzən. Bəzən bəs eləyir. Xəbərdar olmaq bəs eləyir. Necə günəş görürsən, deyir, fikrimizdə nə var? Belə hərəkətsiz yerləri, məsələn, torpağı, divarı, günəş pak eləyir. Gün işığı dəydisə, pak olur. Qurutdu, pak eləyir. Elə də bizim ruhumuzda olan bu nəcasət, baxış şüası ilə, baxışımızla ki, məndə bu var deyib dayanmaqla o paklanır. Məndə bu varı deyə biləsən, gizlətməyəsən. Bu bir. İkincisi nədir? Bugün ondan danışacaq. Şirin bir mövzudur. Yarım saata yaxın vaxtımız qalır. Xahiş edirəm ki, diqqət edin, mən bunu sizə çatdırım. Çox da çətin çatdırılası bir şey deyil. Amma diqqət istəyir, ümumi həyatda diqqət tələb olunur bu mövzuya. Buna açım icazə verin. Birinci deyir, eybivi tap. İkinci yol nədir? Götür, ged Allahın qapısına. Eyblərini götür, ged Allahın qapısına, ged səsküy sal orada. Səsküy sal, dinən ki, mən istəmirəm belə olum. Mən istəmirəm belə olum, mən niyə belə olmuşam? İlahi, əlimdən tut, nəzər elə, kömək elə, mən bundan azad olum. Sən nəzəri çəksən, mən həlak olacam. Uşaq necə anasına tərəf qaçır, dərdi olan kimi. At özünü Allahın qoynuna, eyblərinlə get. Allahın qoynuna özünü at, təcili qaç. Qaç, sarıl Allaha dinən ki, məndə bu eyblər var ilahi. İstəmirəm məndə olsun. Eyblərini bir-bir de. Münacat buna deyirlər, bax. Eyblərini bir-bir Allaha demək. Dilvə gətirmək. İlahi, sən məni yaratmışsan, məni xoşbəxt eləyəsən axı. Sən bütün insanları yaratmışsan, xoşbəxt eləyəsən. Axı, sən istəməzsən, mən sənin bəndönəm. İstəməzsən, mən bədbəxt olum. Heç cür istəməzsən. Sən mənə kömək eləməsən, mən həlak olacam. Mən bədbəxt olacam. Məndə bu eyblər var, kömək elə ki, məndə olmasın. Kömək elə ki, məndən çıxsın bu eyblər. Bir dənə sizə sual verirəm, özünüz ürəyinizdə cavab verin. Neçə dəfə belə eləmişsiniz? Deyir, hər gün belə elə, hər gecə. Deyirəm, məndə eyb var. İlahi, mən
bu nöqsanlarım var, mənim eyiblərimi təmizləm, mənim əlimdən tutmasın, mən bədbəxt olacam. Məsumlar, bütün məsumlar, istisnasız, uşaq kimi Allahın qapısına gediblər, uşaq, körpə kimi. Əzəmətləri də bundadır, onların şənini aşağılamır. Deyəsən, bu nə deyim minbərdən, deyir, Həzrət Əli uşaq kimi gedir. Yox, Həzrət Əlinin əzəməti bundaydı ki, Allah qabağında uşağa dönürdü. Əlinin elə böyüklüyü bundaydı, əzəməti bundaydı. Biz tez böyüyürük Allah huzurunda. O qədər uşaqlıqda bizə deyiblər, maşallah böyümüsən, yekə oğlansan, biz də inanmışıq. Elə bilmişik ki, doğrudan böyümüşük. Amma böyük deyilik, haracan böyürüksə böyüyək, Allahın qabağında uşaq kimiyik biz, bunu unutmayaq. Allahın yaratdığıyıq biz. Eyibləri aradan aparmağın yolu Allaha pənah aparmaqdır. Əgər Allahı nəzərə almadan eyibləri görsün, ruhdan düşərsən. Adam nə qədər eyiblərin içində qurdalanlar, Allahı görməsən, ruhdan düşər adam. Amma Allah'a deyəndə nə olur? Deyirsən, ay Allah, məndə bu eyb var, bu eyb var. Nə olar xahiş edirəm, uşaq kimi. Nə olar xahiş edirəm, bu eybi məndən uzaq elə. Allah da deyir ki, başlayır səni nəvaziş eləməyə. Əzzim, narahat olma. Deyirsən, nə? Əzzim dedim mənə. Allaha deyirsən. Bəli, əzzim dedim. Mən elə səndən bizədən istəyim budur ki, gələsən, mənə etiraf eləyəsən, mən də səni nəvaziş eləyim. Əzzim dedin, onda mən başlayayım başqa eyblərimi də saymağa. Sən demə, eyb sayanları əziz bilirsən sən, əlbəttə. Eyblərini sayanları əziz bilir. Sən demə, xoşu gəlir, adam eybini götürsün, getsin onun huzuruna. Sən demə, məni dərhal əziz deyirsən, mən eyblərimi sənə etiraf eləyəndə. Sənin əzizləməyindən gözəl nə ola bilər mənim üçün? Allaha deyirsən bunu. Nə ola bilər bundan gözəl, sən mənə əziz deyirsən? İmam Hüseyin məclisində sizin əzizlərin hər birinə demək istəyirəm ki, kim istəyir Allahın sevgisini öz üzərində çox hiss eləsin, çox üzrxahlıq eləsin Allahdan. Allah bu bəndələrə sığal çəkir. Onlarla sevgi ilə davranır, xüsusi sevgi ilə. Və təmizləyir onları. Yol çox asandır, biz tərpənmək istəmirik. Elə deyir, çətindir. Çətin nədir? Eybivi götür, get huzuruna. Dinən ilahi, mənim bu eybim var, üzr istəyirəm, mənə kömək elə, əlimdən tutu da başlayacaq əzizləməyə və təmizləməyə. Bunu eləmirik biz. Eləmirik. Namazda qılanda hacət istəyirik ancaq. Eləmirik bunu, bu işlə məşğul olmuruq. İnkar eləmə eyblərvi, ged Allahın qapısına. Sən tək deyilsən, axı sənin Allahın var. Sənin Allahın var, yaddan çıxartma. Səni səndən çox sevən Allahın var. Hər şeyə gücü çatan Allahın var. Sənin eyblərvin öhdəsindən gəlməyəcək, gələcək. Amma gedəndə müzakirəyə getməyib, ilahi, gəlmişəm bir neçə mövzuda səndən danışım. İclasa gəlməmsən. İclasa gedən kimi getmə. Yox, elə yox. Körpələr kimi get. Körpələr kimi. Uşaq necə gedir, anasına ağlayır, sığınır. O şəkildə get ki, səni əzizləsin. O haldan xoşu gəlir. İmam Məhəmməd Baqir əleyhissalam Kəbəni təvaf eləyir. Kəbənin qapısına yaxınlaşanda, təvaf zamanı, ucadan fəryad eləyib dua eləməyə başlayır. Yanındakılar deyir, ağa, hörmətdən salar sizi, yaxşı deyil, adamlar bizə baxır. İmam Baqir əleyhissalam deyirlər. Ayıbdır siz boyda, imam, belə fəryad eləməyiniz ucadan ayıbdır. İmam deyir, mənə rahat buraxın. İstəyirəm Allah mənə baxsın, mənə nəzər eləsin. Burada da fəryad eləməyim, harda eləyim? İstəyirəm Allah məni əzizləsin. Burada mən bəndiyəm, mənim imamətim də keçib, mən bəndiyəm, Allahın bəndəsi kimi gəlmişəm. Bu hal heç kəsə eyb gətirməz, başaşağılıq gətirməz. İndi bir dəstə adam çıxıb, ağlamaq demə bunların yanında. Ağlamaqla mübarizə aparırlar. Ağlamaqla düşmənçilik eləyirlər. Halbuki hamısı həyatda nəyəsə ağlayır, acı-acı şeylər ağlayır.
Acı-acı şeylərin qəmin salır ürəyinə. Amma qəmin şirin növləri var. Qəm onsuz da hamı çəkəcək, dindar olsun ya qeyri-dindar. Amma qəmin şirin növləri var. İmam Hüseyin qəmi də o şirin qəmlərdən biridir. Bədbəxt biçarələrin ağlamağı deyil. Adam bədbəxtçilik üçün məscidə can atmaz, gedim bədbəxt olum, ağlayayım. Bu ağlamaqda şövq var, ləzzət var, şirinlik var ki, adamlar həsrətlə gəlir bu istidə. Bu sıxlıqda dayanır, oturur, bayırda, içərdə. Bu başqa bir aləmdir. Buna biraz yaxına gəlmək lazımdır, başa düşmək. Uzaqdan baxanda başqa cür görünə bilər. Gəlib içinə daxil olanda görürsən, yox, bu başqa bir aləmdir. O uşaq ki, başını ananın dizinə qoyub ağlayır, o da ona sığal çəkir. Uşağın keyfi bundadır. Uşağın ləzzəti bundadır. Allah huzurunda incə qəlbli olaq, yoxsa canavara çevriləcək. Ağlamağı inkar eləməklə daş ürəkli yırtıcıya çevriləcək. Ağlamaq heç də hər vaxt acizlik əlaməti deyil. Ağlamaq qüdrət əlamətidir bəzən, güc əlamətidir bəzən. İnsan bəzən Allah huzurunda ağlamaqla güc tapır, qüdrət tapır, izzət tapır. Bizimlə əziz şəhid atalarımız düz mənim qarşımda əyləşiblər. Onlar bizim başımızın tacıdır. Onlar bütün hər birimizin borclu olduğumuz insanlardır. Onların övladları şəhadət zirvəsinə ucalıb, uca məqam əldə edib. Amma hamımız onlar haqqında danışanda, düşünəndə gözümüz nəmlənir. Bu göz yaşı acizlik göz yaşı deyil. Bu şövq qarışıq bir qəmdir, izzət gətirir bir millətə, şərəf gətirir. Kim Allahın qabağında kiçilir, Əhl-i Beytin huzurunda kiçilirsə, böyüyənlər onlardır. Allaha müraciətdə nə deyir? Deyir, ya təbibəl qulub, ay qəlblərin həkimi. Çox gözəldir, adam eyiblərin götürsün, getsin Allahın qapısına, deyəsən bir-bir, o da nəvaziş eləsin, eyibləri silsin, təmizləsin. Bundan gözəl nə proses var həyatda? Bu eşqbazlıqdır. Eşqbazlıq pis mənada işlənir. Bu müsbət eşqbazlıqdır. Övliyalar hamısı gözləyir, gecə gəlsin, eyiblərini, nöqsanlarını götürüb getsinlər Allahın dərgahına, Allahın qapısına. Uşaq kimi qaçsınlar Allahın qoynuna. Uşaq kimi. Kumeyl duasına baxın, məsələn, istəyirəm məclisimizin halı münacat halı olsun. Bu məndən asılı deyil, Allahdan istəyirəm bunu. Bugünkü məclisimiz istəyirəm yazılsın, İmam Hüseyin huzurunda münacat məclisi olsun bizə. Belə qeyd olsun. Kumeyl duasına baxın, necə səmimi bir münacatdır. Mən bir dənə nöqsan deyim sizə, bizim dualarımız bəzən rəsmi tərcümə olunur, ləzzətini qaçırdırıq. Rəsmi dildə tərcümə edirik. O şirinliyi var, ərəb dilinin özündə o duaların bir qəribə şirinliyi var. Onu biz itiririk rəsmi tərcümə ilə. Məsələn, Subhanallah sözü var. Mən baxıram da kitablarda yazır ki, Subhanallah mötərizədə tərcüməsi yazır. Allah pak və münəzzəhdir. Bu, rəsmi və quru tərcümədir. Allah pak və münəzzəhdir. Bunu bir alimdən eşitmişəm, sizə çatdırıram, amma çox yaxşı bir yanaşmadır ya onda bu. Deyir ki, bilirsiniz nə deməkdir öz dilimizdə? Subhanallah, yəni, ay Allah, nə qəşəngsən sən. Allah, nə gözəlsən sən. Ərəb Subhan deyəndə bunu nəzərdə tutur. Ay Allah, sən nə qəşəngsən. Namazı belə tərcümə elə. Rüküyə girsən, Allah, nə qəşəngsən, nə gözəlsən. 3 dəfə. Qalxırsan, səcdəyə girsən, Allah, sən nə gözəlsən. Budur münacat. Yoxsa Allah pak və münəzzəhdir. Uzaqlaşdırırıq zehnimizdən, rəsmi dilə çevirməklə. Uşağımıza həm surə öyrədəndə deyək ki, Bismillahirrahmanirrahim. Belə tərcümə edirik biz. Rəhman və rəhim olan Allahın adıyla. Belə deyil tərcümə.
Rəhman və Rəhimi belə tərcümə eləmək olar. Mehriban və mehriban Allahın adıyla. İkisi də mehriban deməkdir. Rəhman da, Rəhim də. Hərəsi bir cür mehribandır. Bax, onu həm Suriyə. Mehriban və, məsələn, 5 yaşlı uşağa öyrədirik. Mehriban və mehriban Allahın adıyla. Ondan sonra, Allah sənə təşəkkür eləyirik ki, sən aləmləri yaratmısan. Mehriban və mehribansan təzdən. Ər-Rəhmanir-Rəhim. Mehriban və mehribansan. Uşaq deyər ki, ana, ata, nə qədər mehriban sözü dedin? Bir dəqiqə başlayacaq mehriban. Deyim ki, mən neyim? Allah özüm belə tanıtdırır. Allahımız belədir. Bir kəlmədən bir deyim, mən mehribanam, mən mehribanam. Qurana belə yanaşmışıq biz. Nəsə, Qurana çatanda rəsmi görkəm alırıq, rəsmi görkəm alma. Deyim, mən mehribanam. Necə desin? Mehribanam mən. Hey, bir kəlmədən bir deyir. Mən bağışlayanam, mən mehribanam. Ramazan ayında danışmışıq, əzab ayələri də mehribanlığa qayıdır. Ondan da yorulmuşam danışmağa. Hamısını düzgün izah eləmək lazımdır. Kumeyl duasını gəlin belə tərcümə eləyək. Uşaq ata-anasına necə pənah aparır, ondan da gözəl mənzərədir. Mən istəyirsiniz, sadə dillə tərcümə eləyim Kumeyl duasını, məzmununu çatdırım. İlahi, istəyirsən cəhənnəmdə elə hey fəryad eləyim. Sən istəsən, mən cəhənnəmdə qalım, yanım və qışqırım. Budur, Kumeyl duası. İstəyirsən, mən orada hey səsim ucalsın, sən də mənə cavab verməyəsən. İlahi, istəyirsən, mən deyim orada ki, ay mənim dostum, hardasan? Hardasan, ay mənim dostum? İlahi, ölərəm, mən bu halda. Əleyhissalam belə danışır Allah. Eyni bir uşaq kimi. Şirindil bir körpə necə ata-anası ilə danışır. Əleyhissalam Allahla elə danışır. Həzrət Əlinin rəsmi dili düşmən üçün idi. Düşmənlə elə danışırdı. Allahla yox. Çox kiçilirdi Allaha çatanda və paklığı da bundadır. Əlinin əzəməti bundadır ki, Allahla uşaq kimi danışırdı. Bütün böyüklər belədir. Biz mövzudan uzaqlaşmamışıq, ha. Mövzumuz nə idi? İnsanın öz eyiblərini gizlətməsi. İnsan gizlədir eyiblərini. Amma səmimi, qulaq asın, və mehriban dostuna deyər eyiblərini. Bilsə ki, dostu səmimidir, çox mehribandır, deyər. Allah belə dostdur. Bax, mövzuya ona görə gətirirəm sözü. İstəyirəm deyəm ki, Allah belə dostdur ki, eyb deyiləsi dostdur. Yoxsa biz çəkinirik deməyə. Çünki Allahı düz tanıtdırmayıblar. Eyiblər də qalır, konservləşir içimizdə, bizi bədbəxt eləyir. Düzgün tanıtdır kimin qapısına gedir, onda rahat gedib deyəcək. Qorxmayacaq, çəkinməyəcək, narahat olmayacaq. Eyb açan dost deyil. Səttar oluyubdur. O qədər eybini örtür, mələklər təəccüblənir. Bu nə vaxtacan günah eləyəcək, sən örtəcəksən. Mələk taqəti çatmır bu mehribanlığı görməyə. Deyir, gəl, pıçıltı ilə deyir, gəl, bilirəm neynəmsən, gəl, denəm, mənə əlac eləyim. Allahın da olsun, öz izzətinə da olsun, belə Allahdır. Gəl, əlac eləyim. Adam belə baxsa Allaha rahat gedib dərdin deyər, eybin deyər, nöqsanın açar deyər, onsuz da görür, gedər, deyər, etiraf eləyər. Biz Allahdan nəzarətçi düzəltmişik, cəmaat da qorxur, gedib demir. Heç nəyə etiraf eləmir. Çünki sərt bir nəzarətçi düzəltmişik. Muhammed Ali Muhammedə salavat deyək. Allahla səmimi danışaq. Şəbaniyə münacatına baxın. Mən sizə həmişə adət elədiyiniz şəkildə baxmayaq bu duaya. Gəlin, mən dediyim məntiqlə yanaşaq. Deyir ki, vəsmə duai, vəsmə nidai,
Şəbaniyə duasının münacatında deyir. Deyir ki, vəsmə nidayı necə tərcümə eləyir? İlahi, qulaq as da mənə. Belə tərcümə eləyək də. İlahi, qulaq as da mənə. Uşağı görmüsünüz, atasının, anasının qucağında üzünü çevirir. Bir də mən qulaq as, üzündən yapışır çevirir özünə zorla. Üzünü çevirir ki, bir də. Görmüsünüz belə bir mənzərə, mən görmüşəm, çox olur uşaqlarda. Üzünü çevirir, mama mənə bax, ata mənə bax, ana mənə bax. Vəsmə nidayı budur, bilir də ki, Allah hamını eşidir. Fəlsəfə yeridir burada, filosof kimi deməlidir, sən hər şeyi eşidənsən. Yox, bilir də eşidir. Əleyhissalam bilmir, Allah hər şeyi eşidir. Deyir ki, qulaq as, ilahi söz demək istəyirəm sənə. Onlar mənə qulaq asasan. Allahın huzurunda filosofluq eləyək, yox, uşaq kimi gedək. Siz Allah buna az qalır, adamın ürəyi çıxsın. Sonra deyir, vəcəalni mimmən nadeytəhu fəəcabək. Ondan sonra deyir ki, onlar indi sən məni çağırasan, mən cavab vereyim. Da belə tərcümə eləyək. Onlar sən məni çağırasan, mən cavab vereyim. Əvvəldə deyirdi ki, qulaq as mənə, qulaq as. İndi deyir, nə olar, sən məni çağır, mən sənə cavab verim. Nə gözəldir. Ondan sonra buyurur ki, və lahəzdə. Sən məni çağırasan, Əlican, deyim, bəli, və sən mənə baxasan, ilahi. Mənzərə yaradır, gör necə münacət. Sən mənə baxasan, fəssəiqə li cəlalik və mən bihuş olum sənin gözəlliyindən. Yəni, belə də uşaq yapışar, ana mənə bax, mənə çağır da, mənə çağır, mən cavab verim, bəli, mənə bax, bu aləmlərə aparır münacat adamı. Bağırva bas da məni. O deyir ki, ilahi, məni rəhmətinlə əhatə elə. Sadə dildə nədir? Yəni, mənə ağışıva al. Mənə ağışıva al, məni qucaqla, bağırva bas. Böyüklərimiz Allahla belə danışırlar. Deyə bilərsən ki, bu nə mövzuda açmısan? Niyə biz Allahla belə danışaq? Deyə bilərsiniz də mənə. Deyə bilərsən ki, sən başladın, haradan gəlib, hara çıxdın? Niyə başladın ki, uşaq anası ilə necə danışır, Allahla elə danışaq filan? Niyə bunu açdın bu mövzunu? Cavabım budur ki, insanlar eyblərini gizlədirlər. İnsanlar eyblərini açmaq istəmirlər. İmkan verin deyək, Allah necə mehribandır, necə mehriban Allaha tərəf gedirlər ki, rahat gedib deyə bilsinlər. Buna imkan yaradaq. Bunun üçün açmışam bu mövzunu. Necə mehriban Allahdır ki, getsin deyə bilsin də rahat ürəyinin dərdin, eyblərini. Bəs onda Allahın əzəməti harada qaldı? Sən gəldin, Allahı əstəğfurullah endirdin. Yox, Allahın əzəməti elə daha çox sən kiçiləndə hiss olunur. Və Allahla rəsmi dildə danışanda, ağır-ağır danışanda Allah böyüyür sənin gözündə. Xeyr, düz tanıtdırmırıq biz Allahı. Cəmaat getmir onun qapısına şövqlə. Ona görə getmirlər. İmkan verək getsin də cəmaat Allahın qapısına. Gedək də özümüz Allahın qapısına. Biz Allahın qapısına getməyincə, valla gizli eyblərimiz içimizdə qalıb bizə həlak eləyəcək. Neyniyək bəs? Necə eləyək? Biz getmədikcə bu eyblər içimizdə bizi bədbəxt eləyəcək. Əlac olmayacaq. Allaha tərəf getməsək, gizli eyblərimiz bizi həlak eləyəcək. Amma bilsə ki, adam, ləzzəti var, eybi Allaha deməyin ləzzəti var. Bunu insan başa düşsə, bilsə ki, elə bir varlığın qapısına gedir ki, sənin özündən daha çox sənə ürəyi yanır, onda başqa cür gedər. Bu çox şirin fəzadır, səfalı bir fəzadır. İş o yerə çatır ki, adam özündə bugün eyb tapmayıb, yenə də gedirsən eyb bəhanəsinə. Deyirsən, gedim bir dənə, deyim ki, nəsə eybim var ki, mənə əzizləsin. Allaha and olsun, çox gözəl aləmdir bu. Deyirsən, gedim nəsə deyim, mənə əzizləsin.